Azərbaycanda bir təhlükəli tendensiya mövcuddur. Hər kəsin gözlərini dörd açıb, bu tendensiyaya diqqət cəmləməsində fayda var. Bu ölkədə Azərbaycanlı kimliyi və bu kimliyi yaradan amillər təkfir olunur. Biri deyir ki, sən necə türksən ki, özünü Azərbaycanlı sayırsan. O biri deyir ki, sən necə müsəlmansan ki, sekulyar həyat tərzi yaşayırsan. Ərəb ölkələrinin misyonerləri bizə əməvi qayələri təbliğ edir. Türkiyənin Fəthullah variləri bizi güya qaranlıqdan çıxarıb, dırnaq arasında nurlu gələcəyə aparır. İran mollaları ənənəvi şiə inancımızı istismar edərək dövlətimizə qarşı təzyiq rıçaqları yaradır. Hamısının bir yerdə sözünün Mustafası o olur ki, sən Azərbaycanlı deyilsən. Azərbaycanlı təkfiri mən buna deyirəm. Təkfir klasik mənada bir insanı İslamdan çıxmış elan etməkdir. Mən bu anlayışı indiki halda daha geniş mənada işlədirəm. Metaforik çalarda. Azərbaycanlı bir tarixi subyektdir. Azərbaycanlı bir sosial və mədəni subyektdir. Azərbaycanlı bir hüquqi subyektdir. Azərbaycanlıları dini, milli və mədəni baxımdan legitim saymamaq ideoloji siyasi təkfirçilikdir. Azərbaycan Anayasasının 44-cü maddəsi hər kəsə milli mənsubiyyətini qorumaq hüququ verir. Anayasamızın 5-ci maddəsində Azərbaycan xalqının vahid olduğu və xalqın vahidliyinin dövlətin təməlini təşkil etdiyi vurğulanır. Konstitusiya deyir ki, Azərbaycan bütün vətəndaşların ümumi və bölünməz vətənidir. Azərbaycanlı kimliyi bir milli identifikasiya olmaqla yanaşı bu birgəlikdən və bölünməzlikdən doğur. Bizim keçmişimiz, bu günümüz və gələcəyimiz bir bütündür. Bütün müasir dünyəvi toplumlar orta çağ dini toplumlarının transformasiyası nəticəsində formalaşır. Dünyəvi və hüquqi dövlət yaratmış istənilən xalq orta çağda dini toplum və ayrı-ayrı tayfalar kimi təşəkkül etmişdir. Biz də eyni prosesi keçmişik. Təsadüfi deyil ki, bizim varisi olduğumuz Xalq Cumhuriyyətini quran iradə 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlar Qurultayında ortaya qoyulub. Biz milli, dini və dünyəvi kimliyimizi Azərbaycanın üç rəngli müqəddəs bayrağında ifadə etmiş və o bayrağı uca Azərbaycanlıya çevirmişik. Ona görə də Azərbaycanda ənənəvi, bir-birinə uyumlu etnik və dini balansa, dünyəvi həyat tərzinə istənilən baskı suverenliyimizə qəsdən. Baxın, mən bir Azərbaycan vətəndaşı olaraq sekulyar dünya görüş daşıcısıyam. Dünyəvi həyat tərzinə malikəm. Ancaq İran mollaları mənim mənsub olduğum ənənəvi dini cərəyanı inhisara almaq istəyəndə, yaxud ərəb şeyxləri, Fəthullah Gülen simpatizanları əqidəmi sorğulamağa başlayanda istər-istəməz şiə instinktlərim işə düşür. Bu həssaslığım təhcə şiəliklə bağlı deyil. Bir Azərbaycanlı kimi özünü qoruma reflekslərim işə düşür. Ölkəmizdəki ənənəvi sünni icmaları ilə bağlı da tam eyni düşüncədəyəm. Bu icmaların Azərbaycanda əsrlərlə formalaşmış dini baxış və ənənələrinə xaricdən edilən istənilən müdaxilə yol verilməzdir. Bugün mən niyə şiə etiqadı ilə bağlı öz mənsubiyyətimi və mövqeyimi açıq ifadə edirəm. Ona görə ki, Azərbaycandakı ənənəvi şiəliyin İran İslam Respublikasının teokratik ideologiyası ilə eyniləşdirilməsi absurddur. Bu olduqca təhlükəli tendensiyadır. Sağlam məntiqlə düşünən hər kəs başa düşür ki, İran onsuz da gec-tez dağılacaq. İranın savaşda məğlub olması bizi narahat etməməlidir. Amma eyni zamanda başqa xarici ideologiya mərkəzlərini də Azərbaycana yeni kimlik ixrac etməyə həvəsləndirməməlidir. Azərbaycandakı ənənəvi şiəliyin İrana, ənənəvi sünniliyin də başqa dövlətlərə dəxli yoxdur və olmamalıdır. İndi bəzi dırnaqarası ilahiyyatçılar peyda olub, bizə dini öyrədirlər. Quranda o var, bu yoxdur, o var. Əziz dostlar,
Quran İslamın ana kitabıdır. Müqəddəs kitabdır. İslam tarixində formalaşmış bütün məktəblərin, bütün cərəyanların istinadgahıdır. Amma dinlər, bütün səmavi dinlər nəhəng coğrafi, tarixi, sosial və mədəni institutdur. Fərz edək ki, 900-cü ildir və bir mömin Quran oxuyur. İslamı dərk etmək, kamilləşmək istəyir. İstənilən bir ayəni götürür və sual edir. Bu ayə niyə nazil oldu? Allah bu ayə ilə mənə hansı mesaj verdi? Başlar ayənin tarixini araşdırmağa, təfsirlərini öyrənməyə. Nə baş verdi? Mömin Qurandan kənardakı bilgilərə ehtiyac duydu. Tarixə ehtiyac duydu, hədisə ehtiyac duydu, fəlsəfiyə ehtiyac duydu. Əbülhəsən Bəhmənyər Əl-Azərbaycani adlı bizim məşhur filosofumuz var. O başlanğıcda Zərdüştü idi. Daha sonra İslamı qəbul etmişdi. Müsəlman olandan sonra yazdığı əsərlərlə İslam fəlsəfəsi tarixində xüsusi iz qoyub. Bəhmənyər Aristotelin Tanrı anlayışını İslamla çuğlaşdıran bir filosof idi. Bəhmənyərə ona görə misal gətirirəm ki, İslam yaranandan sonra yerində sayan bir din olmayıb. Coğrafiya, zaman, tərəqqi prosesi, İslamla bağlı təsəvvürləri daim inkişaf etdirib, zənginləşdirib. Ona görə də İslama da, onun ayrı-ayrı fəlsəfi məktəblərinə də şaquli zamanda bütöv baxmaq lazımdır. Bizim Şamaxı şəhəri təkcə Türk dünyasına deyil, təkcə İslam dünyasına deyil, bütün bəşəriyyətə Nəsimi kimi bir duha bəxş edib. Bəhmənyərlər yetişdirmiş, haqq mənəm deyən Nəsimilər yetişdirmiş, Şah İsmaillər yetişdirmiş bir coğrafiyaya heç kim kənardan iman gətirə bilməz. Xarici ideoloji sistemlər gəlib bizə ehkam kəsə bilməzlər. Ümumiyyətlə, niyə biz Azərbaycanlılar dində daxil olmaqla bütövlükdə həyata başqalarının ideoloji eynəyi ilə baxmalıyıq? Mən deyirəm ki, gəlin dinə də, tarixə də, indiki zamana da, gələcək zamana da başqalarının ideoloji eynəyi ilə baxmayaq. Öz gözümüzlə, öz ağlımızla, öz tarix şuurumuz və öz müasirlik anlayışlarımızla baxaq. Səhv deyirəm. Soruşuram, səhv deyirəm. Sekulyarlıq bizim üçün təsadüfi bir siyasi model deyil. Biz tarixi inkişaf nəticəsində dünyəvi dövlət olmuşuq. Bizim dövlət anlayışımızın mərkəzində vətəndaş dayanır. Azərbaycan vətəndaşları olaraq dövlət qarşısında hamımız eyni hüquqlara, eyni azadlıqlara, eyni vəzifələrə malikik. İkinci Qarabağ Savaşında qazandığımız tarixi zəfər bizim yeni vətəndaşlıq narrativinin qaynağıdır. Bugün Azərbaycan vətəndaşlarının bir milli hədəf olaraq rəqəmsal suverenliyə nail olmaq barədə konsensusu formalaşmalıdır. Zamanın ortaya çıxardığı ən böyük zərurətlərdən biri budur. Bəlkə də konkret ad çəkməyim doğru deyil, amma açıq danışmaq istəyirəm. Mən istəmirəm ki, Azərbaycanda bizim vətəndaşımız digital platformalarda İran mediasının, Türkiyə mediasının, Rusiya mediasının, Qərb mediasının manipulyasiyalarına məruz qalsın. Bəli, mən bir Azərbaycanlı olaraq öz kimliyimi başqalarının cızdığı çərçivədə yaşamaq istəmirəm. Axı, niyə biz dünyada baş verən hansısa hadisəyə, hansısa savaşa, hansısa prosesə xarici ideoloji təlqinlərlə baxmalıyıq? Bizim müdafiə etdiyimiz və edə biləcəyimiz cəmi bir maraq var. O da Azərbaycanın ali dövlət maraqlarıdır. Və Azərbaycanın bir dövlət olaraq mövcudluq niyyətləri konstitusiyamızda açıq yazılıb. Həmin niyyətlərdən birincisi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Azərbaycançılıq məhz bu niyyətlərdən doğan ideologiyadır. Azərbaycançılıq ideologiyası bu ölkənin müxtəlifliyini vahid siyasi kimliyə çevirən əsas platformadır. İkinci Qarabağ Savaşının ilk günü idi. Hamımız cəbhədən xəbər almağa can atırdıq. Axşamüstü Azərbaycan ordusunun polkovnik leytenantı Mehman Şirvanovun şəhid olması xəbərini aldım. Mehmanla 2004-2005-ci illərdə eyni hərbi hissədə
xidmət etmişdik. Mərd, sözü bütöv, yüksək dünya görüşlü bir zabit idi. Tez-tez olmasa da mütəmadi əlaqə saxlayırdıq. Lənkərandan idi. 1993-cü ildə Lənkəranı qondarma bir separatçı qurumun paytaxtı elan etmişdilər. Yadınızdadır. O zaman 13 yaşı olan Mehman 44 günlük müharibənin ilk günündə Azərbaycan uğrunda qəhrəmancasına şəhid oldu. Azərbaycançılıq Mehman kimi oğulların yaratdığı fədakarlıq nümunələrinin məcmusudur. Azərbaycançılıq Polad Həşimov kimi, Camal İsmailov kimi oğulların vətən qarşısında göstərdiyi fədakarlığın adıdır. Allah şəhidlərimizə rəhmət etsin. Bütün şəhidlərimizə rəhmət etsin. Eşq olsun Azərbaycana və Azərbaycançılara.